Ustad Şəhriyar deyir ki, bir insan köçərsə dünyadan əgər, sən elə bilmə ki, tək bir can gedir. Hər sönən baxışda saysız diləklər, hər gedən tabutda bir cahan gedir. Bugün Kəlbəcər elinin igid və cəsur kişilərindən biri Ələsgər Şəmşiroğlu'nun ömür yoluna nəzər salırıq. 1944-cü ilin 26 iyununda Kəlbəcər rayonunun Ağdaban kəndində dünyaya göz açmışdı. Görkəmli el sənətkarı Dədə Şəmşirin ortancıl oğullarından biri idi. Atası Şəmşir kişi və anası Güllü xanımın ailədəki ədəb-ərkanlı davranışından, yüksək tərbiyəsindən öz nəsibini, şirin payını yetərincə almışdı. Hələ uşaq yaşlarından öz yeri, öz sözü, mövqeyi olan əsil bir kişi kimi böyüyüb püxtələşmişdi. O atanın ata, ananın ana, qardaşın qardaş, bacının bacı yerini bilirdi. Kənd cəmaatının və Şəmşir kişinin evinin saysız hesabsız qonaq qarası Ələsgər köhnə kişilərdəndir, sözünün bir ayrı sambalı çəkisi var deyirdilər. Özündən böyük qardaşları Qəmbər müəllim və Əkbər müəllim kimi o da orta məktəbi uğurla başa vurub Bakı şəhərinə yollanır. Azərbaycan Politexnik İnstitutunun Mexanika və Yol İnşaatı fakültəsinə daxil olur. Ali məktəbi çox yüksək nailiyyətlə bitirib doğma Kəlbəcərə dönür. 1971-ci ildən 1993-cü ilədək Daşkəsən Alunit Mədən İdarəsinin Kəlbəcər Civə zavodunda baş mühəndis vəzifəsini yerinə yetirir. Deyirlər insan sosial varlıqdır. Onun ətrafındakilərlə ünsiyyəti, necəliyi çox mühüm amildir. Qohumlar, qonşular, ailə üzvləri ilə ünsiyyətdə əsasən dəyərlər baxımından Ələsgər Şəmşiroğlu'nun insanlara verdiyi üstünlük hər kəsə yaxşı bəllidir. O yaxşı igid insan olmaqla yanaşı, qeyrətli, cəhsur, qorxmaz, dürüst, yüksək əxlaqi keyfiyyətləri özündə birləşdirən, ən çətin məqamlarda haqqın tərəfində duran bir şəxsiyyət idi. Onun üçün qohumun, qonşunun varlısı kasıbı olmazdı. İnsanları ən çətin vaxtlarında əl tutmağı özünə mənəvi borc bilərdi. İstər Kəlbəcərdə, istərsə Bakıda evinin, işinin ünvanına ən çox pənah gətirilən ədalətli, səxavətli kişilərdən biri idi. Ətrafına inam, huzur verər və yeri gələndə mənəvi sütuna çevrilərdi. Onu el içində Ovçu Ələsgər də adlandırırdılar. Mahir atıcılıqda Qurban babasına çəkmişdi. Elmlə yanaşı musiqiyə də böyük maraq göstərirdi. Bu bir tərəfdən onun çalışqanlığından irəli gəlirdisə, digər bir tərəfdən ailədəki haqq vergisindən qaynaqlanırdı. Tarda çox məharətlə ifa etməyi öyrənmişdi. Bir gün atası o ifa edərkən şahid olur. Sakitcə dayanıb qulaq asır. Sonra ehmalca yanaşıb əlini oğlunun çiyninə söykəyir. Əhsən sənə Ələsgər, nə zaman öyrənmisən? Mənim niyə xəbərim yoxdur deyir. Oğulsa utancaq bir uşağa dönür, yanaqları allanır. Söz dilində titrək bir səslə təkrar olunur. Heç, elə belə. Əlbəttə tar ifa etməkdə utanılacaq heç nə yox idi. Amma ata-oğul arasında həya, pərdə, ismət var idi axı. Şəmşir kişi özünə məxsus xəfif zərafatı ilə oğlunun həyəcanını aradan götürür. Yaxşı, de görüm sazı necə, öyrənmisən? Yox ay dədə, sənin kimi azman sənətkarın yanında nəyi necə ifa edə bilərəm ki? Şəmşir kişinin üzünün ifadəsi ciddiləşir. Əgər sazı da tar kimi belə məharətlə öyrənməsən, səndən inciyərəm. Tək mən yox ha, Qurban babanın ruhu inciyər. Bilirsən ki, sənə ustadım Ələsgər əmimin adını vermişəm. Uşaq ustadımın ruhu inciyər. Ustad oğlu şair də olmaz deyib atalarımız. Bundan sonra o gecəsini gündüzünə qatıb, sazın demək olar ki, bütün havalarını çox mükəmməl şəkildə öyrənir. Aşıqlarımız, saz çalanlarımız, aşıq havaları çoxdur. Bəzilərini unudublar demək olar ki. Yəni bu kələmini çalırlar, dilqəmini çalırlar, nə bilim, şəhərini. Amma o köhnə havalar çoxdur. Birilərinə də bir müraciət eləsinlər çalsın. Onu o cümlədən köhnə qaytarma havası deyirlər. Onu indi saz çalanlar hər halda mənim səhvlərimi bağışlayar. Mən elə saz çalanda öyle.
İndi isə 2005-ci ildə Ələsgər Şəmşiroğlu'nun əziz xatirəsinə həsr olunmuş Gəzər Barlı Bağlar Səni adlı kitabından qohumların və dostların kiçik də olsa xatirələrinə nəzər salaq. Qəmbər Şəmşiroğlu. Qardaş haqqında xatirə yazmağı adam ağlına sığdıra bilmir. Olduqca çətin dərddir. Digər tərəfdən düşünürsən ki, bəlkə də hər zərrə torpağı min igidlər getirən bu dünyada nələr olmayıb, nələr olmur, nələr olmayacaq. 1944-cü ilin iyun ayının isti yay günlərindən biri idi. Uşaqlarla yaylaqdan qayıdırdıq. Qonşunun Əfqan adlı oğlu mənim uçtuluqlayıb dedi ki, qardaşın olub. Mən də dostlarım da çox sevindik. Ələsgərdən əvvəl 2 qardaşım gəlmişdi dünyaya. Amma onun yaranışı məndə ayrı bir güvən yaratdı. Dədəm adını Ələsgər qoydu. O mənə əsl qardaş oldu. Ömrünün 59 pilləsini gözümün önündə qalxdı. Bu illər ərzində sevincimiz də çox oldu, kədərimiz də. Onunla bağlı xatirələrim nə bir məqaləyə, nə də bir kitaba sığar. 2003-cü ilin 26 iyununda, yəni dünyaya göz açdığı tarixdə gecə yarısı onunla bağlı acı bir xəbər aldım. Zəng edən kiçik qardaşım Rəşid idi. Dur ay qardaş, hay sal yazıq bacılarıma. Ələsgər, Ələsgər, sonrasını xatırlamaq istəmirəm. Hacıverdi Nəcəfov. Ələsgər müəllimin yaxın dostu, tələbə yoldaşı. Biz ilk dəfə qarşılaşanda aramızda çox şirin və səmimi söhbət alındı. Şəmşir əmim mənə dedi ki, oğlum, görürəm çox mehriban və göz açıq oğlansan. Bir-birinizdən müğayət olun. Bizim tanışlığımız dostluğa, hətta qardaşlığa çevrildi. Biz bir otaqda qalır, dərsə bir yerdə gedib gəlirdik. Aramızda heç bir ayrı seçkilik ola bilməzdi. Bir gün bir neçə nəfərlə sözüm çəp düşdü. Onlar sayca bizdən çox idilər. Ələsgər bir göz qırpımında özünü yetirdi. Və mən onun nə qədər qorxmaz və cəsur olduğunu o gün bir daha öyrəndim. Cavid Qəmbəroğlu Qurbanov. O kişilik, mərdlik, insanlıq nümunəsidir. Məndən soruşsalar ki, dünyanın gözəllik tacı haradır? Heç tərəddüd etmədən Kəlbəcər deyərdim. Kəlbəcər mənim gözümdə hansı mərtəbədədirsə, Ələsgər əmim də o ucalıqda, şərəfdə, möhtəbər bir yerdədir. Həyatımın ən xoş və çətin anlarında yadıma ilk atam və Ələsgər əmim düşüb. İtkilərim çox olub, amma Ələsgər əmim qədər mənim iç dünyamı parçalayan bir itkim olmayıb. Xalq şairi Məmməd Aslan. Ələsgər bu uca sənətin qeyri-adi daşıyıcısıydı. Şəmşir sazı bütün qiyyələri, pıçıltıları, ən kövrək duyğuları ilə hopmuşdu onun varlığına. Ələsgər heç zaman istedadını üzə verməzdi. Onu çəkilişlərə razı salmaq olmurdu. Bu dəfə sazın minnətinə mən özüm getdim. Və çox çətinliklə razı saldım. Xızı dağlarına qalxdıq. Onun sazı dinləndirməyi üçün bəlkə də bir ömrə bərabər cəfa çəkdim. Ələsgər çalmağa başladı. Simlərin dili indiyədək eşitmədiyim sehirli bir səda danışırdı. Yadımdakı 22 ilin həsrəti başalıb gedirdi. Ələsgərlə saz özgə bir hava, özgə bir naxış boya qazanmışdı. Bütün bu heyranlığın içində ulu dədəmiz Ələsgərin dillər əzbəri olan bir nəsihətə düşdü yadıma. Qurban nəslinə dil uzatmayın. Orada haqqın əli, haqqın payı var. Əlbəttə, bu xatirələri bir araya sığdırmağa bəlkə də bir ömür kifayət etməz. Bugün özü həyatda olmasa da 4 evladı, 9 nəvəsi ocağının odunu ləyaqətlə qoruyub saxlayır. Uğrunda canını əsirgəmədiyi Kəlbəcərə dönə bilmədi. Nigaran qaldığı ata, qardaş, bacı məzarına qovuşa bilmədi. Oğul Ələsgər qayıda bilmədi. Amma baba adını ləyaqətlə, şərəflə daşıyan nəvə Ələsgər getdi ziyarətə. Mənsə deyirəm ki, yaxına bir kəlmə sözü, uzağa bir parça kağızı yetən. Saydığına salam verib, saymadığından yan keçən. Təəssüfkeş, qayğıkeş, oğul kimi oğul, ata kimi ata, qohum kimi qohum, elinin obasının igid oğlu, kişi ömrü yaşayan.
Ələskər Şəmşiroğlu. Ruhum şad, məkanın cənnət olsun. Yolun düşsə bu dünyaya bir də gəl.